Yox, bu bir ağıl vermək deyil. Bəlkə sən məndən daha çox ağıllısan. Bu məsləhət almaq da deyil. Bəlkə də hər kəsə sən elə özün məsləhət verirsən. Özünə kənardan baxmağın üçün bir psixoloqa mütləq ehtiyacın var. Hər birimizin var. Mənim də var, sənin də var. Çünki bir hadisənin içərisində olanda ona kənardan baxa bilmirik. Özümüzə, səhvlərimizin nələr olduğunu kənardan durub baxa bilmirik. Bunun üçün sorğulanmağa ehtiyacımız var və nəticədə də özümüzü sorğulamağımıza. Birinin səni məsləhət vermədən, ağıl vermədən ya da mühakimə eləmədən ya da bitsin də onun danışdığı mən də danışmağa keçim deyə fikirləşmədən dinləmək o qədər dəyərlidir ki və qiymətsizdir ki. Ona görə də məncə bu peşə çox dəyərlidir. Onu layiqincə yerinə yetirən bütün həmkarlarımı təbrik edirəm. Yox, bu bir ağıl vermək deyil. Bəlkə sən məndən daha çox ağıllısan. Bu məsləhət almaq da deyil. Bəlkə də hər kəsə sən elə özün məsləhət verirsən. Özünə kənardan baxmağın üçün bir psixoloqa mütləq ehtiyacın var. Hər birimizin var. Mənim də var, sənin də var. Çünki bir hadisənin içərisində olanda ona kənardan baxa bilmirik. Özümüzə, səhvlərimizin nələr olduğunu kənardan durub baxa bilmirik. Bunun üçün sorğulanmağa ehtiyacımız var və nəticədə də özümüzü sorğulamağımıza. Birinin səni məsləhət vermədən, ağıl vermədən ya da mühakimə eləmədən ya da bitsin də onun danışdığı mən də danışmağa keçim deyə fikirləşmədən dinləmək o qədər dəyərlidir ki və qiymətsizdir ki. Ona görə də məncə bu peşə çox dəyərlidir. Onu layiqincə yerinə yetirən bütün həmkarlarımı təbrik edirəm.